Nəqliyyat vasitənizin saxlanma səbəbi sizin ödənməyən cərimələriniz var. Ödənilməyən cəriməyə görə nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir. İstehsalçı müəssisə tərəfindən nəzərdə tutulmayan konstruksiya dəyişikliyidir. Bu formada avtomobilin idarə edilməsi məsuliyyət yaradır. Barənizdə protokol tərtib olunur. Sizin hərəkətlərinizdə şübhəli məqamlar olduğu üçün sizin tibbi müayinədən keçməniz təmin olunacaq. Daşıma qaydalarının pozulması bəzi hallarda yol nəqliyyat hadisələrinin də baş verməsinə gətirib çıxara bilir. Sizin nəqliyyat vasitənizi idarə etmə hüququnuz yoxdur. Çünki sizin sürücülük hüququnuz məhdudlaşır. Sürücülük hüququ olmadan, etibarnamə olmadan nəqliyyat vasitəsini idarə edirsiniz. Sürücülük hüququ olmadığınız üçün barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən protokol tərtib olunur. Nəqliyyat vasitələrinin müəyyən edilmiş müddətlər istisna olmaqla şəhərə daxil olması qadağandır. Siz bu yol hərəkəti qaydasını pozduğunuz üçün protokol tərtib olunur. Sizin bu siqnal işığını yandırmaqla öz təhlükəsizliyə yanaşı digər sürücülərin də təhlükəsini təmin edirsiniz ki, siz yol hərəkəti qaydasını pozmusunuz. Diqqətli olun, çünki yol ayrıcının keçmə qaydasının pozulması əksər hallarda yol nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir.